Salam, kanalıma hoş geldin. Bugün yine Temu kargosu açılımı videosundan karşındayım. Bugünkü sifarişlerimizin ümumi həcmi deməyək, həcmi çox böyükdür. İndi göstərim sizə. Baxın. Bu qədərdir. Yenə mikrofonu qoşdum ki, səsi stabilizə edə bilim. Mən sizə keçən dəfəki bağlama videosundan, əgər videoya baxmamısınızsa, videonun aşağı hissələrində bir link yerləşdirəcəm. Keçid edib baxa bilərsiniz. Narahat edir məni. Mən sizlə bir yerdə açacağım, burada qiymətlərini göstərəcəm sizə. O cür şəkildə bağlamaları açacağıq. Məhsulların çoxu mənə aiddir. Deyərdim ki 70%. Bilirsiniz ki mən özümə sifariş etməklə yanaşı Temudan sifarişlər də vururam, hansı ki bunu ödənişsiz şəkildə eləyirəm. Yəni məhsul sadəcə link atılır, mən də ödənişsiz gətirirəm, çatdırmağı da eləyirəm. Gəlin birlikdə açaq bunu. Hələ açmamışam. Ümid edirəm ki səsim yaxşı gəlir. Qutunu açdım, bağlamanı daha doğrusu, amma indi məhsulları bir yerdə açıb qiymətlərini müzakirə eləyək. Ondan əvvəl deyim ki, çox həyəcanlıyam, çünki özümə palto sifariş eləmişəm. Bilmirəm material falan necədir. Daha öncədən keçən il özümə sifariş eləmişdim Temudan palto. Bu ikinci dəfədir artıq. Gəlin, birinci elə bu göründü mənə. Mən qayçı gətirim. İnanırsınız, mən universitetdən gəlmişəm və işlərim var idi, onları həll elədim. Getdim, bağlamanı götürdüm. Yəni, yorğun olmağıma baxmayaraq, düzdür, mən onu sizə əks etdirmərəm ki, ay, mən yorğunam, beləyəm, günüm belə keçdi falan. Sadəcə, həqiqətən işim çox qarışıqdır və çalışıram ki, YouTube-u da boş qoymayayım. Yəni, YouTube-da da daimi videolar paylaşım, kontent olsun. Getdim, qayçı gətirdim. Bu, bilirəm nədir, bunu tripoddur. Mən artıq bilməm neçənci tripodumdur, amma həqiqətən ehtiyac olur. Bəzən çəkilişlərdə bəzi tripodlar işə yaramır. Nəyə görə funksiyaları var. Yəqin ki, bu sahədə məşğul olanlar məni yaxşı başa düşürlər. Gəlin, açım göstərim sizə. Oy. Biraz uzun video alına bilər yenə, amma məncə açılım videoları uzun daha maraqlıdır. Baxın, bu şəkildə 3 dənə ayarlana bilən hissələri var və bu hissəsi də bu cür açılır. Buradan açmaq lazımdır. İçindən çıxanları göstərim. Budur və tutan hissəsidir. Bilirsiniz, bunu ən çox nəyə görə aldım? Bu kamerama görə yarayacaq. Çünki mənim hal-hazırda qoyduğum tripodda mən kameranın yan hissələrini falan çevirə bilmirəm. Amma bu mənim işimə yarayacaq. Bunu kənara ayırıram, artıq açdım. Keçə bilərik növbəti məhsula. Növbəti məhsul belə bir şeydir. Bu nə olduğunu hələ ki bilməm. Yəni, bu mənimdirmi, müştəri sifarişidirmi? İndi ona baxıram. Bu müştəri sifarişidir. Bu arada tripodun qiymətini deyim sizə. Tripodun qiyməti 13 manat 70 qəpikdir. Bu isə açmaq istəmirəm. Burada bir dənə komment qoyacağım. Mənim izləyicimin kommentidir, şərhidir. Mən bu sifarişləri deyirəm, müştərinin sifarişidir və yaxud da mənim sifarişimdir. Elə bilirlər ki, mən bunu açdım. Yəni, qarşı tərəf pis algılaya bilər. Təbii ki, mənim də istəmirəm ki, kimdən sizə sifariş eləyəndə açıb baxsın. Mən istəyirəm ki, birinci mən baxım da. Amma mən bu videonu çəkməzdən öncə qarşı tərəfdən icazə alıb çəkirəm. Yəni, ona görə heç bir problem yoxdur. Bir də mən onu açıb istifadə eləyib təzədən yerinə qoymuram təbii ki. Bunu açdığım sizin yanınızda, sonra kənara atıram. Belə bir açıqlama vermək istədim. Bu 8 ədədli diş fırça dəstidir. Belə, baxın, bilmirəm, görünür ya yox. Müştərinin olduğuna görə açmayacaq. Bunun qiyməti 5 manat 98 qəpikdir. Növbəti belə bir çanta. Bu da müştərinin sifarişidir. Amma açını göstərim sizə. Onu açıb bağlaya bilməyəcəkdim. Poştçu çantası gedir adı və 5 manat 30 qəpikdir qiyməti. Baxın, bu cürdür. Keyfiyyəti məncə idealdır. Yəni, qiymətə görə yaxşıdır. Ölçüsü o qədər böyük deyil. LED Stripped Light. Bunun qiyməti 5 manat 76 qəpikdir. LED lampa üçün qıraqlarına belə işıqlıdır.
5 manat 76 qəpik təşkil edir qiyməti. Belə paketdə olduğuna görə açmayacağam. Uşaqlar, burada bir dənə məhsul var. Hansı ki, bayaqdan mənim digər məhsullarımı götürməyə mənə imkan vermir. Onu götürəcəm ki, aradan qalxsın. Oy, bu dəhşət böyükdür. Mən bu balaca gözləyirdim. Deməli, buradan belə izləyicilərimə kiçik epizod verim. Mən inşallah oktyabr ayında İstanbula gedəcəm və onun üçün belə bir əl çantası almışam. Düzü, niyə görə bavul götürmədik? Onun həcmi həm buna nisbətən biraz böyükdür. Biz 10 kilo götürə biləcəyik maksimal. Bir də nəyə qeyd edeyim? Onun həm əlavə çəkisi var. Bavulun deyək də. Ona görə bizə sərf eləmir. Baxın, bu cürdə. Həcmi çox böyükdür. 25 manatdır qiyməti. Özümə almışam. İnşallah, yəni, səfərlərim çox olar. İçini göstərim sizə. Birdən almaq istəyənləriniz olar. Bu arada yenə də deyirəm, mən Trendyoluna əməkdaşlıq eləmirəm. Heç bir reklam deyil. Sizə verə biləcəyim tövsiyələrdir və mən burada heç bir indirim kodu falan da paylaşmıram. Yəni, öz xeyrimə heç bir şey eləmirəm. Ona öncədən deyim ki, bu videoda reklam yoxdur. Baxın içinə. Görürsünüz. İçi çox genişdir. Hissələri də var. Belə bir şey də çıxdı içindən. Yəni, daşımaq üçün. Hissələri var deyəndə siz nəyi nəzərdə tuturam? İçliyin hissələri yoxdur. Qabaq hissələrində belə cibləri var. Mübarəkdir deyək və keçək növbətiyə. Növbəti mənim paltomdur. Bu il bilirsiniz ki, şərf başı, neysə, mən izah edə bilməyəcəm. Üst hissəsi şərf olan paltolar dəbdədir. Keyfiyyəti çox qəşəngdir. Bir dənə baxım, bu dəqiq mənimdir. Hə, mənimdir. Bunu bilirsiniz nə qədər vermişəm? 43 manat pul vermişəm buna. Ayda, material çox qəşəngdir də. Mən buradan sizə təsəvvür eləyə bilmirəm. Baxın. Ümid eləyirəm. Demək istədiyim şeyi başa düşürsünüz. S razmerdir. Qızlar, materialı çox qəşəngdir, həqiqətən. Geyinib baxacam, görüm necə qalır əynimdə. Bir də sizin fikrinizi öyrənmək istəyərəm. Mən bu cür məhsulları açıram, sizə göstərirəm. İstəyirsinizmi, yəni videoların içərisində mənim üzərimdə olan fotoları, foto şəkilləri də olsun, ya yox? Bunu dedim, sizə 43 manat pul vermişəm. Növbəti keçək. Bu, mənim telefonumda şəkillər çoxdur və telefonum iPhone-dur. Mən kompüterə heç bir şey ata bilmirəm. Bu, onun üçündür ki, hansı ki telefondan kompüterə port yaratsın. Baxın, bu cür girişi var. Bu girişi flash kartı üçündür, görürsünüz. Bu hissəsi isə iPhone üçündür. Flash kartlarda almışam, indi onu da göstərəcəm sizə. Bunu hələ ki ayırıram qırağa. Bunun qiyməti 3 manat 87 qəpikdir. Mən flash kartı görsəm əslində pis olmazdı, göstərərdim sizə. Nəysə də, açaq yavaş-yavaş. Bu nədir? Baxın, bu belə bir qolbaq dəstidir. Müştəri sifarişi olduğuna görə açmıram. Qiyməti isə 3 manat 36 qəpikdir. Növbətiyə keçək. Belə bir şey var. Bu da qadınlar üçün bellikdir. Belə. Qiyməti 5 manat 13 qəpikdir. Amma açmıram. Olmalıdır. Yenə də açmazdan öncə baxım. Bəli, bu mənimdir. Mat pomadanın karandaşdır. Mənim o qədər karandaşım var. Dəhşət. Yəni, stokladım bir ara. Və Mistason karandaşlarını daha çox bəyənirəm. Siz hansını istifadə edirsiniz, yazarsınız. Ölçüsü çox kiçikdir. Mat pomada, bir də belə karandaşı var. İstifadə edib sizlə, hətta indi swatch eləyim. Görürsünüz rəngini. Bu da mat pomadadır. Məncə bunu qəhvəyə karandaşla vursam, yəni bu çərçivədən yox, qəhvəyə karandaşla vursam daha qəşəng qalar deyə düşünürəm. Skoçumuz yox idi evdə. Temudan çoxlu vurmaq daha sərfəli başa gəlirdi. Mən də ona görə aldım. Baxın, 5-li belə skoçdur. Növbətiyə keçək. Növbəti eynəkdir. Eynək mənim olmalıdır. Bəli, bunu özümə almışam. Bilmirəm necə qalacaqsa. 2 dənəsinə 4 manat pul vermişəm.
tam səmimi, mənə yaraşdı ya yox, yəni. Bu qara rəngidir, bir də qırmızı rəngi var. Qırmızı yazılıb, amma bu daha çox belə tigrov rəngi çalır. Rəngi. Görürsünüz. Bəyəndim əslində. Yəni, qiymətinə görə qiymət performansı eləyir, amma bilmirəm, siz mənə yaraşdırdınız ya yox. Əsas məsələ yaraşmağıdır. Keyfiyyəti o yana qalsın, yəni yaraşmayandan sonra istifadə eləmərəm. Məhsula keçək. Belə bir məhsul var. Bu nədir bilmirəm. Deyəsən bundan güllər hazırlayırlar, çünki elə görünür burada. Yəni güllər hazırlanır deyəsən. Qiyməti 7 manat 30 qəpikdir. Müştəri sifarişidir. Almaq istəsəniz, yəni elə bir ideya varsa fikrinizdə, məncə dəyərləndirə bilərsiniz. Keçək növbəti. Növbəti özümə almışam. Çox mənasız sifarişdir. Amma neyim yəni. Elədim də. Bunu telefonuma vuracam bu stikerləri. Baxın, belə mem edirlər də emojilərə. Pişik emojiləridir. Bunu telefonumun kablolarına vuracam. Hətta gəlin birini vuraq. Vuraq görək necədir. Birini çıxarıram. Bu qəşəngdir. Birini vuracam indi telefonuma. Baxın, bu hissəsinə vuracam. Uşaqlar, əyri yapışdırdım. Eyb yox, birini də vuracam yanına. Birini də yapışdıracam. Ay, mən çox sevdim bu işi. Ay, çox şirindir, baxın. Qəşəng deyil. Məncə siz də alın. Keçək növbətiyə. Bunu paketinə qoyun. Çünki açıla bilər də rulonla, nə də olsa. Növbəti yenə mənimdir. Bu arada qiymətini demədimi sizə? Ay Allah, mən nə qədər stiker almışam. O pişiklərin qiyməti 1 manat 85 qəpikdir. Bu isə 3 manat 2 qəpik. Bu da belədir, bu cürdür. Bundan indi vuraq bir dənəsini. Pişiklər yapışdırmışam, əslində çox olur. Bunu vurmayacağım. Bunu da ayırıb qoyuram kənara. İstifadə eləyərəm. Növbəti sifariş, bayaq sizə dediyim o flash kartlardır. Məncə münasib almışam. Bilmirəm, siz də fikrinizi bildirərsiniz. 3 dənəsinə 9 manat pul vermişəm. 128 megabaytlıqdır. Görürsünüz. Kiminsə gözləydi. Aşk o. Kiminsə gözü qaldı məndə. Bunu indi qoyuram belə. İstifadə edirəm. Dostlarımın, padruqalarımın ad günündə belə istəyirəm ki, hədiyyəli paketləri olsun. Mən onları skoçla həm onu. Bir də bir şey var, onu da göstərəcəm. Sizin də ağlınızda olsun. Əgər istəsəniz ala bilərsiniz. Göstərim. Bunun başqa növləri də var idi. Mən deməli buna 30 vərəqinə 5 manat pul vermişəm. Bu cür. Görürsünüz. İçinə hədiyyəni qoyursunuz, skoçlayırsınız, verirsiniz. Növbəti sifarişə bu nədir? iPhone 13 Black. iPhone 13 Black. Bu yəqin ki, müştəri sifarişidir. Kabrodur. Göstərim sizə, qara kabrodur. Açmaq istəmirəm. Belə bir şeydir. Bunun qiyməti 4 manat 14 qəpikdir. Növbəti sifariş bu mənimdir. Uşaqlar, əslində bunun bir dənəsi 2 manata gəlirdi. 2 manata başa gəlirdi. Amma mən 10 dənəsinə 6 manat 40 qəpik vermişəm. Bayağı bir türklər demiş tasarruf eləmişəm. Bu ətirləri doldurmaq üçündür. Belə mini ətir qabları. Hamısı ayrı-ayrı, nə gözəl. Baxın. Bu şəkildə doldurursa pıs-pıs eləyirsiniz. Çox gözəl, bəyəndim. Bunu evdəkilərə də verərəm, paylayaram hərəsindən bir-bir. Bu mənim çantam olmalıdır. Bəli, bu mənim çantamdır. Oyda materialı çox qəşəngdir. Suet çanta deyirlər buna. Baxın belə. Mini ölçüdə. Ay, havalara girdim. Nəsə.
Ölçü çox kiçikdir bu arada. Yəni böyük deyil. İçinə kitab falan girməz. İçindən belə bir şey də çıxdı. Kəməri var. Mən bəyəndim. Tam da gözlədiyim kimidir. Fiyat performans. Bunun qiyməti isə buna mən nə qədər vermişəm? Deyim sizə. Bunun qiyməti 19 manatdır. Oha, hətta 24 manata qalxıb. Mən 19 manata almışam. Hazırda qiyməti 24 manatdır. Bunu paketə qoymuram, istifadə edəcəm. Keçək növbəti sifariş. Belə bir ayaqqabıdır. Açmayacağım və sizə qiymətini deyəcəm. 20 manatlı qiyməti. Görürsünüzmü? Müştəri sifarişidir. Növbəti, bunu da özümə almışam. İstanbul səyahətim üçün düşünürəm ki, yaxşıdır. Hansı ki, nə bilim, krem olsun, şampun olsun, bu cür şeyləri. Yəni, çəki söhbəti olduğuna görə belə olmağı daha yaxşıdır. Ağızları da bağlı deyil, çox qəşəngdir. İçindəkiləri göstərim sizə. Baxın, belə bir sabun qabıdır yəqin ki. Belə sprey qabı var. Belə krem qabı var. Çox qəşəng. Nəmləndiricinin içinə tökmək olar, amma azdır məncə. Belə bir yenə. Bu süzmək üçün vasitəsidir. Yəqin ki. Şampun üçün ola bilər. Hamısını da biraz qoyuram. Bəlkə də heç onun üçün deyirlər. Belə bir. Bu da nə bilim nəysə üçündür. Bu da qabdır axı. Bu məncə duş geli üçündür. Bu da şampun üçündür. Ay, çox sevdim mən bunları. Ölçüləri çox minnoşdur və çox şirindilər. Çox səbirsizlənirəm. Çox. İçimə atıyorum aşk. Bunun qiyməti 5 manat 67 qəpikdir. Bilməm dedim ya, yox. Belə sırğa dəsti var. Bunun qiyməti 3 manat 35 qəpikdir. Ölüyorum galiba. Bu nədir? Bunları xırda şeylərdir. Sonra baxarıq. Bu da uşaqlar, bu çantadır. Bu müştəri çantasıdır. Ona görə sizə göstərmirəm. Amma baxın, belə bir şeydir. Məhsul tükəndiyinə görə linkini də göstərə bilmirəm, aça bilmirəm. Amma bilirəm ki, yəni çantadır. Fashion casual bag. Okay. Səhv tərcümə edirəm, təbii ki. İndi gedək əsas məsələyə. Gümüş almışam Temudan. Və bunu... Bu da tükənib. Niyə tükənirsiniz axı? 2-dən almışam gümüş. Gəlin bundan xırda şeyləri göstərim sizə. Bu, belə kipriklərinizi daramaq üçün vasitədir. Növbəti, özümə belə kəmər almışam. Gəlin göstərim bunu. Baxın, dəqiq mənimdir. Bəli. Bunun qiyməti 5 manatdır. Yaxşı. Belə bir şeydir. Açaq da bunu. Niyə açdın açan ki? Niyə saxlayırsan belə? Ayda çox qəribə iyi gəlir də. Materialı qəşəngdir. Buraları yığmaq var ya uşaqlar. Kim yığacaq? Artıq kalbim durmuyor, xoş qədəm xanım. Belə bir sap almışam. Niyə almışam? Hədiyyələri bağlamaq üçün. Amma çox balacadır. Yəni 100 metrdir düzü. Özümə almışam amma. Neysə, baxın. Göstərim sizə. Bunun qiyməti 1 manat 46 qəpikdir. Növbətiyə keçək. Növbəti. Bu müştərinin sifarişidir. Baxın, belə stikerlərdir. Biznesiniz üçün ala bilərsiniz. Bunu açdım. Neysə, bilmirdim. Yenə ayaqqabı 38 razmer. Görürsünüzmü? Növbəti belə bir keysdir. Ayaqqabının qiymətini demədim sizə. Ayaqqabının qiyməti 19 manatdır. Eyni ayaqqabıdan almışam 2-dən. Bilməm, inşallah səhv vurmamışam da. Sonra keçək. Belə bir kontur almışam sırf sınamaq üçün. Bunu mən YouTuber Əzizə xanımda görmüşdüm.
Əzizə Məcidovanın vloqlarına baxıram bu arada. Onda görmüşdüm. Sən xatırlamıramsa bu markaydı. Belə bir 4 manatlı qiyməti. Oy. Gördünüz. Görmədiniz. Mən də görmürəm. Hə. Oy, çox oldu, baxın. Bunu mən bir dənə əlimlə yayım. Yayılmağı çox qəşəngdir, bəyəndim. İnşallah uzun ömürlü olarsan, Ayqa. Səni qoyuram belə. Əlimi də qəşəng batırdım. Bunun qiyməti bilmirəm nədir, göstərim. 1 manat 75 qəpik idi bu. Bel üçün belə rezinli, düyməli bir şey görünür. Deyəsən, ancaq aksesuarlar qaldı. Bu aksesuarların içində mənim sifarişlərim də var. Müştərinin sifarişləri də var. Gəlin ona görə mən sizə bir-bir açım göstərim. Baxım, görüm müştərinin sifarişi qalıbsa, müştərinin sifarişini göstərək birinci. Sonra isə mənimkiləri göstərim. Poladdan hazırlanan belə bir set var, görünürəm. Bunu göstərim sizə. 2 manat 40 qəpik idi qiyməti. Belə bir şeydir. Bu gümüş deyil. Birinci onu deyim. Yoxsa gümüşdür bu da. Yox, bu gümüş deyil. Elə görünür. İkili belə boyunbağıdır. Sanki bunun ölçüsü biraz kısadır, bilmirəm. Dəhşət acımışam, yəni qarnım nağara çalır bu dəqiqə. Amma biz kontent hazırlayırıq, çünki... Bu nədir? Bu gümüşdür. Gümüş qolbaqla sep almışam. Baxın, görün bir hələ bunda gümüş yazısı varmı? Belə bir qolbaqdır. Bu arada gümüş zaten qaralan bir şeydir. Bilirsiniz yəqin ki. Mən çox gümüş istifadə edirəm. Boynumdakı da gümüşdür bu arada. Sadəcə bunun probu yoxdur. Bunun probu yoxdur. Yəni prob olmalıdır normalda. Mən bunu geri qaytaracağam. Məni nədən? Yəni şəkildə sən problu görmürsən, amma mənə göndərmişsiniz ki, məhsul probludur. Yəni məhsul problu zat deyil. Mən bunu qaytaracağam. Uşaqlar, diqqət edin siz də. Baxın. Baxın. Bunun bu aşağı hissəsində prob olmalıdır. Yəni probu deyil. Daha bilmirəm. Bu probu deyil və bunu mən geri göndərəcəm. Məni kandıramazsınız. Bunu da atıram bunun içinə. Növbətisinə keçirəm. Bunu padruqamın adı günlə almışam. Ona verəcəm. Əgər vloguma baxırsa artıq hədiyyəsini görmüş olacaq, amma adını çəkməyəcəm kimdisə. Sona saxladım bunu qəsdən. Tapa bilmirəm. Tapdım. Qutusu çox qəşəng deyil. Aça bilənə. Hayda, elə bildim qırdım axı. Belə bir qabı var. Gəlin sizə sepi göstərim. Bunun probu var bu arada. Temo. Hər şeyin diqqətlə bunlara. Bunun probu var və heç nə yazmayayım. 925 yazmalısın axı normalda. Belə bir qar dənəci idi. Ayda bəlkə bunu özümə saxlayım. Yəni, mən belə incə şeyləri çox sevirəm. Boynumdakı da baxın, incədir, zərifdir. Yəni, mən xırda şeyləri çox sevirəm, aksesuarlarda. Bəlkə sən özümü ayırım. Amma yox, mən bunu adından almışam. Adını almışam, ona görə ona verəcəm. Maalesef bunun içinə qoyuram. Bağladıq, şükür. Belə. Qutusu da beləydi.
Bizim bugünkü kargo açılım videomuz burada yekunlaşır. Ümid eləyirəm sənin üçün maraqlı bir video oldu. Əgər növbəti kargo açılım videoları və yaxud da digər videolardan xəbərdar olmaq istəyirsənsə, kanalıma abunə olaraq mənə dəstək olmuş ola bilərsən. Özünə yaxşı bax, növbəti videolarda görüşərik.